Aydan, deməli, alman dili öyrəndiyini dedin. Bu dili hansı məqsədlə öyrənirsən? Bu barədə səndən soruşmaq istəyirəm. Bir də bildiyin kimi tibb universitetini bitirən tələbələr adətən Almaniyaya və ya Türkiyəyə gedirlər yaşamaq üçün, hətta karyeralarını orada qurmaq üçün. Sən bu məsələ haqqında nə fikirləşirsən? Mən ümumiyyətlə hələ Almaniyada təhsilimi davam etdirməyəcəyimə qərar verməmişəm. Daha çox praktikaya getmək istəyirəm. Hansı ki, yayda 1 aylıq təcrübə proqramları olur Almaniyada, klinikalarda. Bu məqsədlə öyrənirəm mən. Həmçinin gedib görmək istəyirəm ki, yəni 1 aylıq da olsa mən o mühitdə yaşaya bilərəmmi? Tibb tələbələrinin Almaniya və ya Türkiyəyə getməsində də açığı haqq verirəm. Hı. Çünki burada rezidenturaya girmək üçün çəkilən əziyyətlər, verilən məncə maaş Bəli. dəymir, belə desəm. Düzdür, orada getmək üçün TUS məsələn bildiyim qədərilə burdan qat-qat çətindir imtahanı. Amma yenə də orada verilən maaşı düşünürəm ki, dəyir. Həmçinin Almaniyada da dəyir kimi fikirləşirəm. Aydındır. Bəs ümumiyyətlə tələbələr arasında, qrup yoldaşların arasında bu tip məsələlər müzakirə olunur. Məsələn, Almaniyaya getmək hal-hazırda bir yerdə oxuduğun 11 tələbədən neçəsinin arzusudur, neçəsi universiteti oxumağı, universiteti bitirməyi gözləyir ki, Almaniyada təhsilini davam etdirsin. Bizim ixtisas daha çox Amerika, İngiltərə kimi yerlərdə inkişaf eləyib deyə, bizdə əksəriyyət oranı istəyir. Mənlə bir yerdə 2 nəfərdir Almaniyanı istəyən. Qalanları isə amma həqiqətən gözləyir ki, universitet bitsin, yəni mən çıxıb gedim xaricdə oxuyum, təki burdan canım qurtarsın, elə fikirləşirlər əksəriyyəti. Yəni əksəriyyəti. Mhm. Mən bu sualı ona görə soruşdum ki, bu məsələ mənim üçün biraz həssas məsələdir. Onu da buradan izah edeyim. Bəlkə kiməsə faydalı olar, kimisə bu məsələdə fərqindəlik yaratmış olarıq kiməsə. Deməli, burada problem əlbəttə ki, hamı öz həyatı üçün, daha yaxşı yaşamaq üçün istədiyi yerə köçə bilər, bu onun haqqıdır. Lakin burada problem ondan ibarətdir ki, hal-hazırda tibb universitetində oxuyan tələbələrin əksəriyyəti ödənişsiz oxuyur, düzdür? Və bundan əlavə o səviyyəyə qədər gəlmiş bir tələbə üçün dövlət 11 illik təhsildədir, yəni orta sinifdə, ibtidai sinifdə də yenə onlara o təhsili ödənişsiz olaraq verib. Baxmayaraq bizə nə xərc çəkiblər kimi düşünə bilərik, amma bu müəllimlərin xərcidir, məktəblərin saxlanma xərcləridir, kitabların təmin olunma xərcləridir. Böyük formada xərclər çəkilir hər şagirdə. Bu əlbəttə ki, dövlətin borcudur, belə baxa bilərik. Lakin necə ki dövlətin borcudur, eyni zamanda daha sonra bu tələbələrdə də, bu məzunlarda da bir borc yaradır ki, o borcu geri ödəsin. Məsələn, indi Almaniyaya baxsaq, Almaniya həvəslə bu tələbələri qəbul edir. Ona görə qəbul, nəinki Almaniya, bütün ağıllı ölkələrin hamısı. Ona görə qəbul edirlər ki, elə bil heç bir əziyyət çəkmədikləri bir meyvə əldə etmiş olurlar. Məsələn, bir meyvə ağacının bar verməsi üçün ona əkirsən, üzərinə illər keçir, bu illərdə sən ona qulluq göstərməlisən, dərmanı verməlisən, suyunu verməlisən, dibini götürməlisən və s. Bütün bunlardan sonra ağac meyvə gətirir və sən o meyvəni yeyirsən. Azərbaycan da eyni formada, yəni bizim ölkə eyni formada vergilərlə və digər yerlərdən qazanılan pullarla bu təhsili maliyyələşdirir. Sonra tələbə gəlib məzun olandan sonra sevinclə köçür Almaniyaya və ondan sonraki həyatını Almaniyada davam etdirir. Nəticə olaraq o tələbəyə çəkilən o əziyyət, dövlət tərəfindən çəkilən əziyyət qarşılığı ödənmir. Burada belə bir balans var. Mən istəyirəm hamı bunun fərqində olsun və əlindən gələn qədəri ilə borcunu ödəyib sonra ən azından keçsin. Mən özüm belə düşünürəm. Amma hər bir halda mən ondan da razıyam ki, hamının haqqıdır ki, daha yaxşı yerdə yaşamaq istəyir. Dediklərimə əlavəniz var? Əslində mən də onun tərəfdarıyam ki, yəni xaricə oxumağa getmək olar, amma ki orada yaşamağı mən də istəməzdim. Yəni gedib oranı niyə inkişaf etdirəsən ki? Yəni gəlib qayıt öz ölkəni inkişaf etdir də. Əlbəttə, bəli. Amma bu mövzunu biz dərsdə müzakirə eləmişdik. Müəllimlə müzakirə eləmişdik hətta birbaşa. O da demişdi, yəni sizə pulsuz gəlir kimi görünə bilər, amma valideynlərinizin maaşından zaten vergi gedir. Yəni o vergi bir növ sizin təhsilinizə, sağlamlığınızı qarşılayır. Aha. Belə demişdi. Amma doğrudur, həqiqətən vergidir. Mən bayaq onu vurğulamadım. Bu arada təkcə valideynlərin maaşından vergi getmir, onu da deyim. Biz aldığımız hər əşyada, hətta çörək daxil, çörəyin qiymətinin üzərində 18% əlavə vergi verir. Yəni, məsələn, mən hal-hazırda işləyirəm, maaş alıram. Mənim maaşım mənə verərkən müəyyən qədər kəsilir. 1/4 kəsilir. Bəli, bu gedir o vergiyə. Amma
Əlavə olaraq da mən gedirəm o qalan maaşın, 4də 3 maaşından da gedirəm çörək alıram. O çörək alanda da bir 18% kəsilir. Bundan başqa da çoxlu xərc bu formada bizdən davamlı pul kəsilir. Başa düşülən, yəni dövlətin saxlanması üçün bu məcburidir. O vergilərin hamısı dediyiniz məqsədlə istifadə olunur. İndi qeyri-səmərəli istifadə olunur və s. o öz yerində, amma bu məqsədlə istifadə olunur. Sadəcə sizin o müəllimlə olan müzakirədə orada bir yanlışlıq var ki, sizin valideynləriniz 2 nəfərdir. O 2 nəfərdən kəsilən vergilərlə bu xərc qarşılana bilməz. 50 nəfərdən kəsilən vergi ilə bu xərc qarşılana bilər. Yəni nəticə olaraq müəllim ki, sizə deyib o pulsuz, orada bir şey qaçırdır. Valideyninizin verdiyi vergi ilə valideyninizin təqaüdü qarşılanacaq, sizin də xərclərinizin bəlkə 2% qarşılana bilər. Amma bundan əlavə 50 nəfər başqa adam var ki, onlardan da kəsilir, onlardan da sizin xərcləriniz qarşılanır. Burada geriyə düşən bir nə onlar olur ki, o valideynlər ki, ödəyirlər, vergi ödəyirlər, amma öz uşaqları pulluda təhsil alır. Onlar bir növ, onlardan kəsilən o pullar toplanır, pulsuzdan oxuyanlar gedir. Yoxsa dövlət hamıya pulsuz imkan yaradardı. Nəticə olaraq yəni demək istəyirəm ki, haqlıdır, amma o digər 48 nəfərin də orada əməyi var. Belə. Çox sevindim sizdə həmfikir olduğumuza ki, bəli, oxumağa, xaricdə oxumağa getmək olar və hətta getmək lazımdır. Çox yaxşıdır. Çünki burada daha çox fayda verə bilmək üçün xaricin təcrübəsindən öyrənməliyik. Amma orada qalıb işləmək onsuz da rifah içərisində yaşayan bir xalqın rifahını artırmaq olacaq. Bu sanki bir növ öz ailəmizdə şərtlər pisdir, şərait pisdir. Bizsə sırf qonşu evdə evin şəraiti yaxşıdır deyə, qonşu evdə mənə daha yaxşı münasibət göstərəcəklər deyə gedib qonşuda yaşayırıq və maaşımızı da qonşunun evinə investisiya edirik. Yəni çünki biz öz evimizdə qalsaydıq, maaşımızın bir hissəsi ilə evə meyvə alacaqdıq və ya bənzəri şeylər alacaqdıq, evin şəraitini yaxşılaşdıracaqdıq. İndi qonşuya gedirik, meyvəni də orada alırıq, şəraiti də orada yaxşılaşdırırıq. Olan bizim ailəyə olur və bizim ailənin heç bir inkişaf eləməyə fürsəti qalmır. Belə sevindim ki, gənclər ən azı bəziləri bu məsələdə fərqindədirlər. Bilmirəm gələcək necə olacaq, amma ən azından fərqindəsiniz. Əla. Təşəkkür edirəm sizə buna görə.